İnsanlar aktiv həyat sürmədən aktiv dindar ola bilməz. Dindarlığın həyatla sıx əlaqəsi var. Bizim ən böyük yanlışlıqlardan biri həyata ayrı qiymət veririk, dindarlığa ayrı. Məsələn, biz deyirik bir insan təmizkar deyil, amma imanlı adamdır. Bu mümkün deyil. Təmizkar olmayan imanlı adam ola bilməz. Səliqəli olmayan imanlı adam ola bilməz. Dərsini oxumayan, əgər potensialı varsa, imkanı varsa, imanlı ola bilməz. İman göstəricisi ilə həyat göstəriciləri əlaqəlidir bir-birinə. Həyat imandan müstəqil deyil. Bizim əsas səhvimiz budur ki, iman üçün ayrı meyarlar müəyyən etmişik. Din üçün, həyat üçün ayrı meyarlar. Sanki bunlar bir-birindən əlaqəli deyil. Bunlar bir-birindən sıx əlaqəlidir. Dindarlıq göstəriciləri geniş anlayışdır. İnsan dəqiq deyilsə, dindarlığında nöqsan var. İnsan nizamlı deyilsə, dindarlığında nöqsan var. İnsanın həyatı onun imanının güzgüsüdür. İmanla həyat bir-birindən sıx əlaqəlidir. Ona görə də həyatda aktiv, fəal olan insanların dindarlığı da aktiv və fəaldır. Həyatla din sıx əlaqəlidir.